Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yolunda sülh danışıqları aparan Azərbaycan hər an torpaqları silah gücünə azad etməyə hazırdır. Bunun üçün ordumuzun hərbi hazırlığına xüsusi diqqət yetirilir. Silahlı qüvvələrimizin təmsilçiləri bir sıra beynəlxalq hərbi təlimlərdə iştirak etməyə hazırlaşır. Tədbirlər NATO-nun sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində keçiriləcək. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama əsasən hərbiçilərimiz Xorvatiyanın Karlova şəhərində təhlükəsiz siyasəti və əməliyyat tədbirləri mövzusunda keçiriləcək seminara qatılacaqlar. Müdafiə Nazirliyindən verilən məlumata görə Türkiyə ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun Azərbaycan Ali Hərbi Məktəbinin kursantları qardaş ölkənin Quru Qoşunları Hərbi Məktəbinin İzmir bölgəsindəki Menteş rayonunda keçiriləcək təlimlərinə, həmçinin Ankara'da Qafqaz Qartalı adlı Birləşmiş Xüsusi Təyinatlı Qüvvələrin təliminin ilkin və əsas planlaşma konferansına qatılacaqlar. Silahlı qüvvələrimizin nümayəndələri bundan başqa Amerika Birləşmiş Ştatları ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq bugündən avqustun 30-nadək Bəhreyndə gəmidə müşahidə tədbiri, iyunun 28-dən 1-nədək Bakıda sülhməramlı əməliyyatlar zamanı tibbi təminat mövzusunda seminar keçiriləcək. Eyni zamanda cari ayın sonundan dekabrın 20-nə qədər isə Litva ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində Vilniusda beynəlxalq kapitanlar kursu keçiriləcək ki, onların da işində silahlı qüvvələrimizin nümayəndələri yaxından iştirak edəcəklər. Bütün bu tədbirlərdəki iştirakın əsas qayəsi hərbi mütəxəssislərimizin hazırlıq və döyüş qabiliyyətinin günün tələbləri səviyyəsinə qaldırmaqdır. Teymur Mərdanoğlu, Lider TV.